tamaşaçılarımız, hər birinizi ürəkdən salamlayırıq və hər zaman olduğu kimi Avropanın bir nömrəli olan Can Bebe uşaq bezlərinin sponsorluğu ilə Mənim Balam Valideyn Klubu efirdədir. Dinlənən Can Bebe, elastik yan bantları sayəsində uşaqlarınızın bədənini tam şəkildə sarıyar, sızmaların qarşısını alar və rahat hərəkət etməsinə şərait yaradar. Ontex'dən Can Bebe. Bugün de bizim çok maraqlı mövzumuz, qonaqlarımız olacaq. Ama ilk önce mən Nizami rayonun Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Azeri İnciləri Çiçək rəqs qrupuna təşəkkürümü bildirəm. Çox sağ olun deyirəm gözəl rəqsinizə görə. Və əlbəttə ki, bu rəqs qrupunun müəlliməsi Samirə xanım Quliyeva dərin təşəkkürümüzü bildiririk. Keçid alıram mövzumuza. Bugün biz ibtidai siniflərin təhsilindən danışacağıq. Yəqin ki, hər birinizə maraqlı olacaq. Valideynləri də salamlayıram və studiyamızın qonaqlarını böyük məmnuniyyətlə sizə təqdim edirəm. Siz əyləşin, rahat olun. Beləliklə, bugün qonağımız ibtidai sinif müəlliməsi Məlahət xanım Şirilli. Xoş gəlmişsiniz Məlahət xanım. Təşəkkür edirik. Həmçinin Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər müəllim Abbasov. Ənvər müəllim, xoş gəlmişsiniz. Təşəkkür ederim, çox sağ olun. Psixologumuz iştirak edir bugünkü verilişimizdə. Siz də xoş gəlmişsiniz. Psixologumuz Şərafət xanım Şirilli. Şərafət xanım, xoş gəlmişsiniz. Sağ olun. Və hamımızın çox sevimli və tanıdığı aparıcımız Xoşqədəm xanım Bəxşəliyev. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Yenə də qeyd edirəm ki, əziz qonaqlar, əziz valideynlər, bugün biz ibtidai siniflərin təhsilindən danışacağıq. Ümumiyyətlə bilirik ki, ibtidai sinif elədir ki, təməlidir, köküdür. Hər şey oradan başlayır. İstəyirsən tərbiyədən tutmuş, müəllimə qarşı sevgidən, hörmətdən tutmuş, məktəbə qarşı sevgidən tutmuş, hər bir şey oradan başlayır. İlk sualım sizədir, Ənvər müəllim, mənə çox maraqlıdır. Bugün ayın 19-udur və gələn həftə Allah qoysa Eurovision başlayır, uğurlar. Valideynlər hamı yəqin ki, eşitmişsiniz, deyirlər ki, dərslər olmayacaq, məktəblər bağlanacaq. Bu nə qədər doğrudur? Olacaq, olmayacaq? Bugünə qədər elə bir məsələ rəsmi olaraq qeyd olunmuyubdur, göstərilməyibdir. Lap yaxşı. Məlahət xanım, deyirlər ibtidai sinif müəlliməsi ikinci ana sayılır. Yox, doğrudan da bu həqiqətən belədir. Məktəbə gələn şagird məktəblə tanış olur, müəlliməsi ilə tanış olur və İlk günlər ona qəribə gəlir. Düzdür, o bilir ki, oxuyacaq, yazacaq, amma necə, harada, hansı işləri görəcək, davam necə olacaq, onun haqqında məlumatı olmur. İlk növbədə ana kimi biz onlara qayğı göstəririk, məktəblə tanış edirik, uşaqlara hüquqlarını başa salırıq, vəzifələrini başa salırıq. Artıq vəzifəsini, hüququnu bilən şagird öz işlərinə davam edir. Sözsüz ki, burada ancaq müəllimin rolu yox, valideynin də rolu böyükdür. Şagird müəllimini sevirsə, sözsüz ki, o valideynini sevir. Onun üçün birinci yerdə valideynidir. Ancaq müəllimini sevirsə, artıq müəllim öz müvəffəqiyyətini qazandı. Müəllimin... Çox üzr istəyirəm. Hər şeydə biz indi fərq görürük ki, o vaxtı belə idi, bu vaxtı belə. Bəs o vaxtınki uşaqları ilə indiki uşaqlar fərq var, hiss edirsiniz? Sözsüz. Bəli, çox fərqlidir. O vaxt uşaqlar utanırdılar, çəkinirdilər. Bəzən bir ay müddətində olub elə şagirdlər ki, ağlayırdılar. Onlar üçün çətin idi, valideynin istəyirdi. Elə şagirdlər olub ki, valideyni bir ay sinifdə öz evladı ilə bərabər oturub. Ancaq indi elə deyil. İndi məktəbə gələn şagird artıq öz məqsədini bilir. Hansı məqsədlə məktəbə gəlib və hansı işləri yazmalıdır, oxumalıdır, oynamalıdır, tənəffüsdə öz işini bilir və heç bir problem yoxdur. Şərafət xanım, bu nə ilə bağlıdır? Bir psixoloq kimi sizin fikrinizi öyrənək? Sovet vaxtında uşaqlar ağlamırdılar. Onlar ona görə ki, gedirdilər bağçaya və bağçada valideynsiz qalırdılar və bilirdilər ki, hər gün səhər tezdən valideyni ona bağçaya aparacaq və valideyni gedəcək işə və axşam da o qayıdıb gələcək evinə. Və məktəbə də keçid dövrü kimi ki, bağçadan keçid məktəbə alınırdı. Və heç kim birinci sinifdə ağlamırdı. Ağlayırdı o insanlar ki, o uşaqlar ki, kim ki bağçaya gedmirdilər. Nənənin, babanın yanında olurdular. Bir müddət keçdi, bağçaya gedən uşaqlar daha az oldular, daha evdə tərbiyə alan uşaqlar çox oldular
və bu uşaqlar sosiallaşmırdılar. Sosiallaşmırdılar deyən ona görə də onlar məktəbə gəldiyi zaman bilmirdilər ki, valideynindən başqa bir böyüklə ünsiyyətdə olmaq olar. Onun özünün vəzifələri, müəllimə bəyanlam qeyd elədi, vəzifələri, hüquqları var. Özgə bir insanla bir məkanda qala bilərlər. Ona görə bu streslər olurdu və bir ay uşaq məktəbə gəldiyi zaman onun adaptasiya dövrüdür. Məktəbə adaptasiya olunur. Hal-hazırda valideynlər bu məsələləri görürlər və valideynlər inkişaf eləyirlər özləri də və uşaqlarını çalışırlar ki, bağçalara qoysunlar. Ən azından əgər 3 yaşında da, 4 yaşında da qoymasalar bağçalara, 5 yaşında, 6 yaşında mütləq qoyurlar bağçaya ki, uşaq məktəbə gedən zaman hazır olsun məktəb mühitinə və bir çox hazırlıqlar var. Orada da məktəb mühiti kimidir və uşaq məktəbə gəldiyi zaman o bilir ki, məktəbdə özünü necə aparmalıdır və necə olmalıdır. Aydındır. Xoş gələm xanım, oğlunuz var mən bilən, böyükdür artıq. 17 yaşı var. Ay maşallah, 17 yaşında, maşallah. Necə xatırlayırsınız onun ibtidai siniflərini? Necə, sırf olaraq sizinlə məşğul, yoxsa müəllimi tutmuşdunuz? Mənə çox maraqlıdır. İlk deməli 4 il özüm məşğul oldum. Sonra açıqcası indi bizim müəlliməmiz var burada. Çox əziyyət çəkdim. Çox əziyyət çəkdim. Mənim oğlum birinci çox dəcəl idi. Hədsiz dərəcədə dəcəl olduğuna görə. Yəni onu belə yönləndirmək, dərsə yönləndirmək, dərsi sevdirmək, müəllimləri sevdirmək birinci mənim üçün çətin idi. İbtidai sinifdən başlayır. Düzdür, deyə bilərsiniz ki, həm də ailədən başlayır. Çünki ailə ilə məktəb iç-içə olmasa, heç vaxtı heç bir uşağın üzərində uğur qazanmaq qeyri-mümkündür. Mən inanmıram bu uğura. Çünki biz əgər ümid olsaq ki, orta məktəbdə ibtidai sinif müəlliməsi o oxutmalıdır, o hazırlaşdırmalıdır. Uşağa tərbiyəni o verməlidir. Uşağa sevgini, dərsə sevgini, təhsilə, vətənə, millətə, dövlətə sevgini müəllimə verməlidir. Biz səhv eləyirik. Əgər biz müəllimi ilə sizlə birlikdə işləməsək, biz uğur qazana bilmərik. Uşaq 2 il rus məktəbində oxudu. Sonra mən fikirləşdim ki, bu uşaq birinci növbədə düz dil bilmək çox gözəl bir şeydir. Çox gözəl bir şeydir. Amma mən fikirləşdim ki, bir insan öz ana dilində mükəmməl bilmirsə, öz ana dilində mükəmməl, yəni onun tarixini, Azərbaycan dilini bilmirsə, bu uşaq digər dillərə də maraq olmayacaq. Mən uşağımı rus bölməsindən çəkdim, Azərbaycan bölməsinə verdim ki, uşağım öz dilini mükəmməl bilsin. Çünki onsuz da şəhərdə böyüyən uşaq idi. Atası, ailəsi, yəni ata tərəfi rus dilli idi. Yəni bu uşaq onsuz da bu rus dilini öyrənəcəkdi. İngilis dilini öyrənəcəkdi. Çünki oxuduğu həmən o məktəblər, İngilis dili təmayüllü məktəb var idi onun içərisində. Mən uşağı birinci ona görə çəkdim. Aydındır. Sonra da müəllimlə uşaq özü mənə dedi ki, mamam, anam, mən, məsələn, o müəlliməni sevmirəm, dərsə girmək istəmirəm, deyir uşaq. Bu haqda da danışacağıq, amma Ənvər müəllim, sualım sizədir. İndi deyirlər yeni dərs metodikası, yeni tərzdə dərslər keçir. Mən bilmirəm, çünki uşağım da yoxdur, maraqlanmamışam da. Bax, valideynlər bilər də, ibtidai sinif yəqin gedir övladlarınız. Gedirsə bilərsiniz, məsələn, kurikulum nə deməkdir, bilirsiniz kurikulum nə deməkdir? Bax, mən dedim də, bir çox valideynlər bunu bilməyəcək. Ənvər müəllim, çox xahiş edirəm, açıqlayasınız ki, valideynlər bilsin hal-hazırda. Kurikulum bir pedaqoji termindir, bir sözdür də təbii ki. Bu yeni son təhsil qanununda bu sözlə yanaşı həm də bir təhsil proqramı ifadəsi də işlənir. Yəni təhsil proqramı deməkdir. Müəyyən bir bu təhsil proqramında elə bir dövlət sənədidir ki, orada uşağın siniflər üzrə, yəni yaşdan yaşa keçdikcə inkişafı üçün standartlar qoyulub orada.